verdilər. Və bu səbəbdən də bir sıra hallarda tərcüməçi dəvət etmək zərurətində qalırdım və bununla bağlı mən orta məktəbin rəhbərliyinə müraciət edirdim ki, bir nəfər mənə pedaqoq müəllim göndərsinlər. Biz əsasında gəlib bizdə tərcüməçiliklə məşğul olmuşdu və aramızda müəyyən bir ünsiyyət də yaranmışdı. Mən evə gedəndə və yaxud işə gələndə həmən məktəbin qarşısından piyada keçməli olurdum. Bəzən həmən müəllimi ilə rastlaşırdıq, salamlaşırdıq və hal-əhval da bəzən tutduğumuz hallar olurdu. Yerinə göndərildim və hadisə yerinin müayinəsinin aparılması mənə həval olundu. Onu da deyim ki, hadisə yerinin müayinəsi